Salam yoldaşlar, qəbul sırasına baxmağa davam edirik. Növbəti qəbul testlərimiz 2005-ci il 1-ci qrup variant A-ya baxacağam. Baxmışkən bu 2004-cü il 5-ci qrup variant B-nin də 3 dənə sualını nəzərə yetirəcəm. Başlayayım elə 2004-cü ilin 5-ci qrup variant B-dəki 3 dənə sualına. 111 3 dənə sualdan birincisinə 111 modulca elektronun yükü hansı zərrəcin yükünə bərabərdir? Elektronun yükü modulca protonun yükünə bərabərdir. Yəni cavabımız olacaq 111-də A variantı. Elektronun yük ədədi -1-dir, protonun yük ədədi isə müsbət 1-dir və bunlar modulca bir-birinə bərabər olmuş olur və elektronun yükü -1,6 vur 10 üstü 19 klondur. Protonun yükü isə müsbət 1,6 vur 10 üstü -19 klondur və ən kiçik elektrik yükü elektronda olduğu üçün bu elementar yük adlanır və bunun modulca qiyməti elə protona bərabərdir. 111-də A. 112. Əgər cismə başqa cismlər təsir etməsəydi, o hansı halda olardı? Başqa cismlər təsir etməkdə ya düzxətti bərabər sürətdə hərəkət halında olur, Newton birinci qanuna görə, ya da sükunətdə olur. Cavabımız olacaq 112-də D variantı. 113-də isə eyni temperaturda eyni kütləli qazın təzyiqi hansı qabda ən kiçikdir? Mendeleyev kabinin təliminə görə PV bərabərdir M bölü M RT. Burada P-ni tapanda təzyiqi P bərabər olur MRT bölünsün MV. Görürəm ki, təzyiq temperatur eynidir, kütlə eynidir, həcmdən tərs asılıdır. Yəni PV-dən tərs asılıdır. Onda həcmi böyük olan, yəni 1-də təzyiq ən kiçik olacaq. Yəni cavabımız olacaq 113-də B variantı. Bu 5-ci qrupun 3 dənə sualı idi. Keçək əsas məsələyə. 2005-ci ilin 1-ci qrup suallarına. Deməli, 61 col bölü kiloqram ifadəsi hansı fizik qiymətinin vahidinə uyğundur? Deməli, yoldaşlar, col enerji, kiloqram kütlə. Enerjinin kütlə bəlində bizə nə verirdi? Şualaman udulma modulası. Yəni 60-da cavabımız olacaq A variantı. Col bölü kiloqram şualaman udulma modulasına bərabərdir. Sonra xüsusi ərimə istiliyinə bərabərdir deyəm də bərabərdir. Q bölünsün M-lə baxa bilərik. Çox istilik miqdarının vahid olduğu üçün və yaxud L, yəni xüsusi buxarlanma istiliyi və yaxud başqa yanma istiliyi, yəni xüsusi yanma istiliyi Q. Yəni xüsusilər bunu vahidə uyğundur. Bir də şualma udulma dozası da yenə col bölsün kiloqrama bərabərdir. Şifrə cavabımız olacaq A variantı. 62. Fokus məsafəsi 25 sm olan linzanın optik qüvvəsi nə qədərdir? Optik qüvvə lins fokus məsafəsinin tərs qiymətidir. Yəni 1-i böləcəyəm. 25 sm metrə çevirəndə %25 olur. 100-ə böldüm. Bir də %25-ə bölmək bu demək ki, 1-i bölmüşəm 4-də 1-ə. Bizə verəcək 4. Deməli, optik qüvvəsi 4/4-yə bərabərdir. 60-da cavabımız olur A variant. 63. Çağırı yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünün başlanğıc sürətinə hansı qrafiq hansıdır? H maksimal bərabərdir. V sıfır kvadratı bölünsün 2J. Yəni kvadratik asılıdır. Cavabımız olacaq 63-də D variantı. 64. Şəkildə ağ işıq şüası şüşə prizmadan keçdikdən sonra onun ayrıldığı rəngli şüalardan 4-ü göstərilmişdir. Hansı şüa üçün şüşənin sındırma əmsalı ən kiçikdir? Burada bu 1, bu 2, bu 3, burada 4'tür. Sındırma əmsalı böyüksə, yəni sındırma əmsalı böyük olan daha çox sınır. Sındırma əmsalı kiçik olansa daha az sınır. Burada da daha az sınan bir olduğu üçün bunun sındırma əmsalı ən kiçikdir. Yəni cavabımız olacaq 64-də C variantı. Aşağı doğru meyl etdikcə, yəni sındıqca sındırma əmsalının qiyməti artır. Yəni 4-də sındırma əmsalı ən böyükdür. Aşağı doğru düşdü. 1-dən 4-ə doğru sındırma əmsalının qiyməti artır və 4-də ən böyük olur, 1-də isə ən kiçik olur. Növbəti səhifəmizə keçək. 65. Hansı prosesdə verilmiş dəyərdə qazın temperaturu azalır? Aha.
Temperatur izotermikdə sabitdir. İzobar genişlənmə həcmi artır. İzotermikdə sabitdir. Qaldı burada adiabat proses və adiabat genişlənmədir. Adiabat prosesdə istilik miqdarı sıfıra bərabərdir və delta U onda bərabər olacaq A-ya, yəni xarici qüvvənin gördüyüsü. Normalda düstur nədir? Delta U bərabərdir Q plus A. Q sıfır olduğu üçün də delta U bərabər A olur və adiabat genişləndikdə, yəni həcmi artdıqda xarici qüvvə mənfi iş görür. Xarici qüvvə mənfi iş gördüyü üçün daxil enerjinin dəyişməsi də mənfi olur. Yəni daxil enerjisi azalır. Daxil enerjisi azaldığı üçün temperatur da azalır. Yəni cavabımız olaraq 65-də C variantı. Sonra 66 elektromat dalğasında mane induksiya vektoru intensiv vektoruna perpendikulyardır. 66 cavabımız A variantıdır. Y ve B bir-birinə perpendikulyar yönəlirlər. 69 ulduzlu nəsə problem var. 70 AC naqilindən sabit cərəyan axır. Bu zaman AB A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyük olarsa, cərəyanın maqnit sahəsinə hərəkət edən 200 müsbət 250 təsirli nüsxəsi hansı istiqamətdə yönələr? Deməli, yoldaşlar, cərəyan potensialın azalması istiqamətdə yönəlir. Yəni, A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyükdürsə, deməli, cərəyan Fi-A Fi-C'dən böyükdür. Cərəyan deməli, sağa doğru olacaq. Yəni, böyükdən kiçiyə, potensialın azalması istiqaməti olacaq. Böyükdən kiçiyə gedəcək və cərəyan sağadırsa, aşağı tərəf X, yuxarı tərəf nöqtə olur. Yəni, yükün yerləşdiyi hissə nöqtədir. Onda yükə biz nöqtə kimi, bu hissəyə nöqtə kimi baxsaq, bu zaman əlimizin çölünü tuturuq. Yəni, sol əlimizin çölü bizə baxır. Bu zaman 4 barmaq müsbət yükün hərəkəti istiqamətindən sola doğru yönəlir. Baş barmaq düşəcək hara? Yuxarı doğru. Yuxarıda yəqin ki, Y variantında göstərilib. Burada hələ ki görmürəm. Y variantında olar yəqin yox. Təzədən təkrar edirəm. Cərəyan potensial azalması istiqaməti yönəlir. Yəni A-dan C-yə doğru olur. Və bu zaman cərəyan deməli sağa doğru olur. Və sağa doğrusa cərəyan aşağı tərəf X, yuxarı tərəf nöqtə olur. Və yuxarı tərəf nöqtə olduğu üçün, yəni yükün yerləşdiyi tərəf nöqtədir. Bu zaman nöqtədə nə olurdu? Əlimizin çölünü tuturuq və əlimizin çölü bizə baxır. Bu zaman sol əlimin çölü mənə baxır və 4 barmaq müsbət yön hərəkəti istiqamətində sola doğru olur. Baş barmaq düşür yuxarı. Deməli, Lorentz klasikin istiqaməti yuxarı doğrudur. Variant olaraq da cavabımız olacaq 70-də Y variantı. Bunu da burada qeyd edilir. 67. Qabdakı mayenin hündürlüyü 1 metrdir. Qab şaqlı yuxarı enmişdir. Hansı tərzinə hərəkət etməli üçün mayenin qabın dibində göstərdiyi tərzik 15 kilopascal olsun. Deməli, mayenin göstərdiyi tərzik P bərabərdir ρ H-dır və yuxarı yönəlmiş dediyi üçün olacaq J plus A olsun H. Buradan tərzi tapmalıyam. Aha. Təziri də necə tapa bilərəm? Qiymətlərini qoysaq, təzyiqin qiyməti 15 kilo olduğu üçün 10 üstü 3. Rosu 1000, yəni 10 üstü 3. J'si 10, təcidi A vur, hündürlüyü də 1-dir. Burada 10 üstü 3-lər qısa gedir, qalır 15 bərabər 10 plus A. A da bərabər olacaq 15 çıx 10, yəni 5. Deməli, tərzimin qiyməti 5-ə bərabər 67-də B variantı. 71 cərəyanın sağacı mane sahəsi enerjisi hansı sifətlərdən olur? Mane sahəsinin enerjisinin düsturu 50 kvadratlı bölü 2-dir. 71-də D. 68. Sabit qüvvənin təsiri altında məfhumda yanan mexaniki gərginliyin məfhum hissəsinin sahəsinin hansı qrafik hansıdır? Mexaniki gərginlik bərabər F bölünsün. Yəni sigma S-dən tərs asılıdır. Cavabımız olacaq 68-də C variantı. 72. Fotonun kütləsinin onun dağı uzun asıq qrafiki hansıdır? Deməli, düsturumuz M bərabərdir. Nə olacaq? P bölünsün C. Yəni V-nin yerinə C yaza bilərəm. Çünki impulsun üstünə də MV-dir. Burada V-nin yerinə C yaza bilərəm. Olacaq M bərabər P bölünsün C və dağa uzunu ifadə etsəm C bərabərdir nəyə? Lambda nöyə olacaq P bölünsün lambda nöy. Yəni kütlə dağa uzundan necə asılı olacaq? Tərs asılı. Cavabımız olacaq 72-də C variantı.
73. 73-də kondensat enerji tutumu onun yükünün asılı qrafiqi necədir deyir. Kondensat enerji tutumu yükdən və gərginlikdən asılı deyil, yəni dəyişməz. Cavabımız olacaq 73-də B variantı. 77. Harmon rəqs edən cismin koordinatının zamanı asılı qrafiqi verilmişdir. Hansı qrafik cismin kinetik enerjisi zamanı asılı uyğundur? Demək arkadaşlar, burada görürəm ki, x nədir? Kosinüsoiddir. Yəni x maksimaldan başlayıb və x maksimaldan başlayıbsa X-in maks qiymətində kinetik enerji minimal olar, yəni sıfır olar. Çünki qruplarımız vardı. X, təcil, potensial enerji, qüvvə bunlar bir qrup idi. Sürət, kinetik enerji, impuls bunlar bir qrup idi. Bu qiymətlərdən biri maksimum olduqda digər qiymətlər minimal olur. Yəni digər qrup minimal olur. Burada demək kinetik enerji minimaldır, yəni sıfırdan başlayacaq və kinetik enerji skalar olduğundan yalnız müsbət qiymətlər alır, yəni müsbətdə olar. Cavabımız olacaq 77-də C variantı. 74. Kütləsi M, yükü Q olan dərəcə İTS və Y olan bir cism sahəsinin qüvvə xəttər istiqamətində hərəkətə başlayır. Tez zaman müddətindən sonunda onun sürəti hansı ifadə ilə təyin olunur? Deməli, yoldaşlar, sürətin ifadəsi V bərabər AT. Burada A-nın yerinə nə yaza bilərəm? A bərabər F bölünsün F. F nəyə bərabərdir? QY-yə. QY bölünsün M olacaq. Yerinə qoysaq olacaq. QY bölüm təcilin qiyməti vurulsun nəyə zamana? Yəni QY T bölünsün M. Yəni cavabımız olur 74-də D variantı. 78. Verilmiş konturda magnit dəyişmə sürəti 2 dəfə artdıqda konturda yanan indüksiya yəqəsi necə dəyişər? Magnit dəyişmə sürəti konturdan indüksiya yəqəsi bir-birindən necə asılıdır? Düz asılıdır. Yəni induksiya yəqəsinin üstürü mənfi delta P bölünsün delta T'dir. Yəni delta P bölü delta T'dən düz mütənasib asılıdır. Magnit dəyişmə sürəti 2 dəfə artdıqda konturda yanan induksiya yəqəsinin də qiyməti 2 dəfə artmış olacaq. 78 cavabımız olacaq C variantı. Delta P bölü delta T ümumi magnit dəyişmə sürəti adlanır. Bu ümumiyyətlə bu şey delta P bölü delta T magnit dəyişmə sürəti adlanır və magnit dəyişmə sürəti 2 dəfə artdıqda konturda induksiya yəqəsinin qiyməti də yenə 2 dəfə artmış olacaq. Sonra növbəti sual tipimiz 75 şəkildə 5 müxtəlif cismin impuls vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cismin impulsun modul əksi idi. Eyni istiqamətdə çıxılır, əks istiqamətdə toplanılır. Burada da impulsun modul əksi deyirsə, eyni istiqaməti götürəcək və eyni istiqamət olan A sağadırsa, deməli bu da sağ olmalıdır. Yəni 2. Cavabımız olacaq 75-də B variantı. 79. Çevrəcə bərabər sətlər hərəkətdə maddi nöqtə məqsədlə təcilinin çevrənin rəsonanslıq diaqramının hansı nöqtəsinə uyğun gələn dörtmə tezliyindən böyükdür? Deməli, A bərabərdir 4pi kvadrat n kvadrat r-dir düsturumuz və buradan tezliyi tapanda A bölünəcək 4pi kvadrat r-ə, yəni tezlik ən böyük olacaq harada? Buradan kök çıxacaq. 4pi kvadrat kök çıxır olur 1 bölünsün 2pi. Kök altında A bölünsün r qalır. A bölü r bizə nəyə verir? Yəni yuxarını aşağı böləndə bizə verirdi tangens alfa. Nə olacaq? 2pi kök altında tangens alfa. Tangens alfa artan funksiya olduğu üçün bucağın qiyməti artdıqca tangens alfanın qiyməti, yəni tezin qiyməti artmış olacaq. Burada da xəttləsək bucaq harda ən böyükdür? Bucaq 2-nin bucağı ən böyük olduğu üçün deməli 2-də qiymət ən böyük olacaq. 79 cavabımız olacaq A variantı. 76. Joule vurulsun metr kvadrat bölü Newton ifadəsi hansı fizik qəmiyyətin vahidinə uyğundur? Joule-un açışı Newton vur metr. Bunu vursam metr kvadratdan bölsəm Newtona, Newton aparar, qalar metr kub. Metr kub da nəyin vahididir? Həcmin vahididir. 76 cavabımız B variantıdır. 80. Link tarzı şərti hansı qayda ilə müəyyən olunur? Momentlər qaydası ilə. 80-də B. 81. Verilmiş cismin başlanğıc kinetik enerjisini 4 dəfə artırdıqda tormoz yolu necə dəyişər? Başlanğıc kinetik enerji 4 dəfə artırsa, deməli bu nə deməkdir? Bu o demək ki, başlanğıc sürət 2 dəfə artıb. Çünki kinetik enerji sürətdən kvadratik asılıdır. Sürət 2 dəfə artıbsa, kinetik enerji onun kvadrata qədər artır, 4 dəfə artır. Deməli, sürət 2 dəfə artdı və tormoz yolu sürətdən kvadratik asılı olduğu üçün tormoz yolunda qiyməti yenə 4 dəfə artmış olacaq. Çünki sürət 2 dəfə artırsa, tormoz yolu da 4 dəfə artmış olacaq. Cavabımız olacaq 81-də B variantı. 82. Müstəvi kondensatın lövhələr arasındakı Q yüklü damcı təsirin ağırlıq kütləsi olduğu zaman elektrik sahəsi tərəfindən təsirin qüvvəyə bərabər olarsa, o zaman bu damcı təsirin əvəzedici qüvvə hansı ifadə ilə təyin olunar?
Deməli, QY qüvvəsi, yəni ixtisas tərəfindən təsir edən qüvvə müsbətdən. Peki müsbət tam dedi ağırlıqları modu ehtiyacımız. Qüvvə bərabər olsa bu qüvvə damcı təsir əvəzedici bu hansı ifadə olunlar. Q yüklü damcıya. Müsbət zərərcikli Q yüklü zərərcikli və burada QY sağa doğru, yəni mənfi tərəfə cəzb olunur. Ağırlıq kütləsi aşağı çəkir bunu. Nə yarandı burada? 90 dərəcə yarandı. 90 dərəcə yaranırsa əvəzedici qüvvəni tapanda nə edirəm? Kök altında F1 kvadrat plus F2 kvadrat. Qüvvələr bir-birinə bərabər olduğu üçün yaza bilərəm. Burada QY ilə verib, yəni MC bərabər deyir ki, QY-dir. Yəni bu qüvvələri kökaltı kvadrata qaldırmalıyam və hər ikisinin QY olacaq. Olacaq QY-nin kvadratı plus QY-nin kvadratı. Bu bizə nə verəcək? Q kvadratı Y kvadratı 2 dəfə, 2 dənə. Onda kök altında olur, kökdə 2 qalır. Belə bir şey olur da. Kök altında 2, kök kvadratı, Y kvadratı. Bu da kök altı 2, Y, QY. Yəni cavabımız olacaq 82-də D variantı. 90 dərəcə yaradıldığı üçün Pifaqora baxdıq və QY deyir ki, MJ, yəni bu qüvvələr deyir ki, bir-birinə bərabərdir. Yəni elektrik saat tərəfindən təsir edən qüvvə ağırlıq kütləsindən modulca bərabərdir. Bu qüvvələr bərabər olduğu üçün və cavablarda görürəm ki, QY verib bizə. Deməli, MJ-nin yerinə QY qoydum və hər ikisi QY olduğu üçün QY-nin kvadratı plus QY-nin kvadratı olacaq kökdəki QY. Davam edək. 83-dən verilmiş materialdan hazırlanmış nəqlin en kəsin sahəsinin 3 dəfə artırdıqda nəqlin müqaməti necə dəyişər? Müqavimət sahədən R bərabərdir rho L bölünsün S. Sahədən tərs asılıdır. Yəni sahə 3 dəfə artdıqda müqavimət 3 dəfə azalır. Uzunluqla düz sahə ilə tərs asılıdır. Cavabımız olacaq 83-də Y variantı. 84. Dəyişən cərəyan dövrəsində verilmiş induktivlik sarğacın uzağındakı gərginlik zamanı asılı qraf vermişlər. Qrafın hansı nöqtənin uyğunlandığı dövrdə cərəyan şiddətinin modulu maksimum olar. Burada yenə elektrikə aid olan cəmiyyətlər, elektrikin qrupu nə idi? Yük, gərginlik, maqnetin qrupu, cərəyan şiddəti, maqnitsel. Yəni dəyişən cəmiyyətlər. Burada da gərginliyin minimal olduğu nöqtələrdə maqnetin qiymətləri, yəni maksimal olacaq. Burada da bizə nə deyir? Cərəyan şiddəti maksimal. Cərəyan şiddəti maksimal olması üçün gərginlik minimal olmalıdır. Digər qrupdakı qiymət minimal olmalıdır. Burada da gərginlik minimal olduğu nöqtələr 2 ilə 4-dür. Cavabımız olacaq 84-də Y variantı. Gərginlik 0 olduğu nöqtələrdə, minimal olduğu nöqtələrdə cərəyan şiddəti, maqnitseli maksimal qiymətini almış olur. 85 uzandakı gərginlik 10 volt olan metal nəqli cərəyan şiddəti 2 amperdir. Metal nəqli müqamətinin dəyəri hesabı müqamət bərabərdir. Ohm qanununa görə gərginlik bölsün cərəyan şiddəti. Gərginliyin qiyməti 10-dur. Cərəyan şiddətinin qiyməti 2-dir. 10-u bölü 2-yə edir 5. Deməli müqamət 5 ohmdur. 85-də cavabımız olur A variantı. İzah bu qədər yoldaşlar. Növbəti izahlar görüşənə də özünüzdən müğayət olun.